Təhlükəsiz və keyfiyyətli taxıl məhsulları olmadan nə insan qidasını, nə də heyvan yemini təmin etmək mümkündür. Buna görə də taxılın becərilməsi, saxlanılması və emal prosesi bütün mərhələlərdə yüksək keyfiyyət və təhlükəsizlik standartlarına uyğun həyata keçirilməlidir. Bunun vitamin və minerallarla zənginləşdirilməsi, xüsusilə uşaqlar və həssas əhali qrupları üçün gündəlik qida dəyərini artırır. Bu da qida təhlükəsizliyinin cəmiyyət üçün necə həyatı əhəmiyyət daşıdığını bir daha göstərir. Keyfiyyətli taxıl məhsulları sağlam qidanı təmin edir, ixrac potensialını artırır və ölkə iqtisadiyyatına real töhfə verir. Unutmayaq, sağlam gələcəyin təməli təhlükəsiz və keyfiyyətli qidadadır. Qida təhlükəsizliyinə nəzarət tək dövlətin deyil, hər kəsin işidir. Gəlin təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq.